Qarabağ deyəndə əlbəttə ki, ilk növbədə milli musiqi yada düşür, bizim o xanəndələrimiz, muğam yada düşür. Biz bunu balanslaşdırılmış tədris siyasəti kimi düşünürük. Yəni biz həm də Avropa alətlərini, həm də musiqi nəzəriyyə yönümlü, nəzəriyyə yüklü deməli tədris planları qurmuşuq ki, bizim tələbələrimiz milli musiqimizi öyrənmək, onun irsini öyrənməklə bərabər müasir musiqini, ümumiyyətlə dünya tendensiyalarını da yaxşı bilsinlər. Qarabağ Universitetinin əsas hədəflərindən biri də bölgənin qədim və zəngin musiqi irsinin davamçılarını yetişdirməkdir. Bu missiyanın məsuliyyəti İncəsənət Fakültəsinin yaradıcı heyətinin üzərinə düşür. Hazırda fakültədə instrumental ifaçılıq, musiqi müəllimliyi, musiqişünaslıq, vokal, dekorativ tətbiqi sənəti və dizayn ixtisasları tədris olunur. Fakültədə 243 tələbə təhsil alır. Yaradıcılıq, tədqiqat, kommunikasiya bacarıqlarını inkişaf etdirmək üçün tələbələrə müasir tədris proqramları keçirilir. Fakültənin dekanı Türkər Qasımzadə Qarabağda musiqi təhsili almağın, eyni zamanda yaradıcılıqla məşğul olmağın gənclərə xüsusi enerji bəxş etdiyini deyir. Qarabağ Universitetinin İncəsənət Fakültəsinin dekanı olana qədər ki, fəaliyyətim sırf bəstəkarlıqla bağlıdır. Gəldim və böyük bir iri həcmli əsər üzərində işləməyə başladım. Və olur ki, bəzən gecələr də iş saatlarından sonra da qalırsan, bax bu binada, İncəsənət Fakültəsinin binasında işləyirsən, o digər sinif otaqlarında məşğul olan bizim tələbələr ki, saatlarla məşğul olurlar. Bəzən 8 saat, 9 saat piyanist məşğul olmalıdır, tarifatçısı məşğul olmalıdır. Onlar da bizə çox xüsusi bir enerji verirlər. Bir təkan alırıq onlardan. Qarabağ Universitetinin İncəsənət Fakültəsində musiqi ilə yanaşı tətbiqi incəsənət və dizayn da tədris edilir. Burada təhsil alan tələbələr nəzəri biliklərlə yanaşı praktik fəaliyyətlə də məşğul olurlar. Fakültənin sərgi salonunda isə universitetin müəllim və tələbə heyəti ilə yanaşı Xankəndi ictimaiyyəti üçün də müxtəlif sərgilər təşkil olunur. Gələn ildən isə fakültədə bəstəkarlıq, rəsm və rəngkarlıq ixtisaslarının açılması planlaşdırılır. Həmçinin növbəti ildən musiqi ilə bağlı ixtisaslar mədəniyyət paytaxtımız Şuşada tədris olunacaq. Bu isə təkcə Qarabağ Universitetinin arealının genişlənməsi deyil, həm də Şuşanın yenidən Qafqazın konservatoriyasına, Xankəndinin isə Qarabağın mədəni mərkəzinə çevrilməsinə mühüm təkandır. Şöhrət Eyvazov, Zaur Məhərrəmov, Aysən Ələkbərova, İTV Xəbər, Xankəndi.